Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, bu boş vaxtlarımızda biz də bu sosial şəbəkələri izləyirik. Orada olan hadisələri, Amerika, İsrail, İran münasibətlərini, İrana qarşı olan hücumları biz də izləyirik. Lakin bu millət vəkili var, Səyyad Aran. Onun bir neçə çıxışına baxdım. Çox təəccübləndim ki, yəni bu YAP tərəfindən təyin olunub desən bu millət vəkili Səyyad Aran. Bu çox qarışıq fikirli ifadələr işlədir. Bilmirəm indi bunun nə ilə əlaqədardır, nədir? Birində deyir ki, mən günahkaram ki, vətəndaş 304 manat əmək haqqı alır. O birisində də deyir ki, biz belə bir təbliğat aparmalıyıq ki, ay oğul, hara gedirsən Avropaya, ora bura, sən birinci gedib borcumu, vətənə olan borcumu verməlisən, ondan sonra getməlisən. Məni qoyub hara gedirsən? Siz təsəvvür edin. Düzdür, bir yana baxanda düz deyir. İntihası bu Səyyad Arana demək lazımdır ki, ay Səyyad Aran, gedənlər kimlərdir? Gedənlər odur ki, məmurlar tərəfindən bezən insanlar Avropaya axınır. Bir də ki, burada özlərinə iş tapa bilməyən insanlar Avropaya axınır. İndi sən təsəvvür elə, bax, bu qədər nazirlər var, komitə sədrləri var, bu qədər millət vəkilləri var. Bunların əksəriyyətinin oğlu, qızı, nəvəsi Avropadadır. Sən bir millət vəkili kimi, Yeni Azərbaycan Partiyasının belə təyin elədiyi millət vəkili kimi, sən hansısa bir nazirə deyə bilərsən, sənin oğlun niyə Avropadadır və yaxud da sənin oğlun geçsin hardasa, Dağlıq Qarabağda niyə döyüşməyib? Bu yaxınlarda buraları su bastı, Fövqəladə Hallar Nazirindən bir nəfər adam gəlib bura çıxmadı. Niyə Azərbaycan xalqının bu qədər sərvəti olan bir xalqın nəyə görə evini su basmalıdır? Amma eşitdiyimə görə Kəmaləddin Heydərovun da Birləşmiş Ərəb Əmirliklərində 30 milyon dollardan çox zaten orada oteli var, nə bilim nəyi var və s. belə. Oğlunun biri də oradadır, Nicat. Oradan həmin dəqiqədə oraya İran oraya bomba saldı. Onu sırası təxliyə elədilər. Çelis Türkiyə gətirdilər Azərbaycana. Səyyad Aran, sən bunlara deyə bilərsən. Sən Ziya Məmmədova deyə bilərsən, sənin oğlun hardadır. Sən öz nəvənin altındakı maşından xəbərin var və digərlərini Səyyad Aran. Sən deyə bilərsən ki, nəyə görə bu nə danışıqdır? Bu nə deməkdir? Birinci, şükürlər olsun ki, başında papaq yoxdur. Səyyad Aran, siz Yeni Azərbaycan Partiyasından oraya təyin olunmusunuz. Və bugünkü gün yaxşı ki, başınızda papaq yoxdur. Çünki Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev, Yeni Azərbaycan Partiyasının üzvlərindən biri də mənəm, Səyyad Aran. Cənab İlham Əliyev təhqir olunur, söyülür. Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyeva, sənin yapın sədrinin müavini Mehriban xanım Əliyeva, ölkənin birinci vitse-prezidenti təhqir olunur, söyülür. Səyyad Aran, özündə bir kişilik tapıb bir dəfə niyə demirsən ki, bu millət vəkillərinə ki, belə bir məsələ qaldıraq. Bu nədir, qardaş? Bu nə məsələdir? Niyə axı təhqir olunmalıdır? Sənin partiyanın rəhbəri və sədr müavini təhqir olunur. Ay Səyyad Aran, əgər sən belə doğrudan da belə o çıxışlarına belə inanmaq olarsa, birinci sən bunu eləməlisən. Birinci bunu eləməlisən. Niyə təhqir olunmalıdır sizə görə? Çünki sənin o danışıqların, özünü bilmirsən, müxalifət kimi aparırsan, iqtidar kimi aparırsan və kimin gözünə girmək istəyirsən və ya İlham Əliyevdən başqa sən kimin təbliğatını aparırsan? Əgər bugünkü gün A partinin sədrinin Tural Abbaslı'nın və yaxud da Ümid Partiyasının sədrinin ailə üzvlərinə, özünə İqbal Ağazadə, üzr istəyirəm. İqbal Ağazadənin özünə, onun həyat yoldaşına, onun xanımına qarşı hər hansı bir təhqiramiz ifadə
işlədilmiş olsaydı, indi həmin partiyanın üzvləri bilirsən dünyanı dağıtmışdı. Prezidentə qədər girib çıxmışdı ki, bu nə məsələdir, nəyə görə belə olmalıdır? Siz təsəvvür eləyin, əlinizdə bu qədər resurslar, bu qədər imkanlarınız, amma heç biriniz bunu Milli Məclisdə müzakirə eləmək hüququna malik deyilsiniz. Çünki siz ürəkdən ölkə rəhbərinə, ürəkdən deməli etibarlı deyilsiniz. Kəmaləddin Heydərovun 2 oğlu deyirsən, 2 oğlu nədir? Birləşmiş Ərəb Əmirliklərində 30 milyonluq sərmayə, hələ bildiyimiz 30 milyonluq sərmayəsi var. Bir dəfə deyimiz, ay Kəmaləddin, niyə oğurlamısan bunu? Deyə bilərsə, sizdə o yoxdur axı. Sizdə o yoxdur, siz onu deyə bilməzsiniz. Azəriqaz hər dəfə vəsait, karta vəsait yükləyəndə 3 manat oğurur. Siz o Azəriqazın sətrinə deyə bilərsiniz ki, bu nə məsələdir? Sizdə o yoxdur. Siz onu deyə bilməzsiniz. Siz yalancı, palancı və nəyəsə belə danışan millət vəkillərisiniz. Xahiş edirəm, danışanda sərhəd qoy. Bu birincisi. İkincisi də ki, Azərbaycanda 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının prezidenti olmamış, hələ bu günə qədər müsəlman dünyasında olmayan bir necə torpaqların geri qaytarılmasına əlaqədar bir məsələyə imza atdı. Onda Səyyad Ərəsən yox idi. Düzdür, amma o istədiyini, Azərbaycan xalqı istədiyini elədi. Amma siz təsəvvür elə, bugün ölkə rəhbərinin ailəsini təhqir eləyirlər, Səyyad Ərən durub orada moz oxuyur. Nə moz oxuyursan sən? Sən bilmirik ki, sən kimsən? Birinci növbədə sən bir çıx, 5-10 nəfər əlində millət vəkilisən, o boyda tribunadan danışırsan ki, niyə təhqir olunmalıdır, niyə söyülməlidir? Bugün Səhiyyə Nazirinin aparat rəhbəri Mehriban Əliyevanı əxlaqsız bir xanım kimi təhqir eləyir, söyür, söydürür. Amma Səhiyyə Naziri etibarlı bir insan kimi Teymur Musayev deyirlər, şey, olmaz belə şey. Yanında oturan, o böyründə oturub, indi oralarda bir yerdə başının külünü oralarda qoruyur. Nədir adı? Azay Quliyev. Mehriban Əliyevanı erməni haqçığına, deyirdi o erməni haqçığıdır. Onu müdafiə elədilər. Sən nədən danışırsan sən? Azay Quliyev müdafiə elədilər ki, onun arxası böyükdür. Prezidentdən də böyük arxası olacaqdı. Amma o prezidentin ailəsini təhqir elədi. Amma bugün Dövlət Təhlükəsizlik Xidməti belə şeyləri vaxtında müraciət olunmasına baxmayaraq belə şeylərə baxmadı. Baxmadı. Ona görə də görürsünüzmü günümüzü? Təhqirlər, söyüşlər. Mən bu məsələni axıra qədər aparmamış əl çəkən deyiləm. Ya üzr istənməlidir. Misir Mərdanov böyrünüzdədir. Professor Misir Mərdanov. O da deyirdi də, Mehriban Əliyeva kimdir ki? Paşayevlər kimdir? Bir tayfadır. Mehriban Əliyeva kimdir? Əxlaqsız, şərəfsiz, namussuz bir qadındır. Bu professor. İndi hamının ağsaqqalı olubdur. Qərbi Azərbaycan icmasında ağsaqqal seçiblər Misir Mərdanov. Heç kim də inanmır. Heç kim, hamı bilir. Hamı bilir, amma heç kim tədbir görmür. Çünki prezidenti saymırlar. Mehriban Əliyevanı saymırlar. Bunun da əsas səbəbkarı Səyyad Ərən kimi millət vəkillərinin orada oturmasıdır. Yaxşı ki, başqın papağı yoxdur. Allaha şükür olsun. Özünüz şərəfinə, ləyaqətinə, namusuna uyğun olaraq başqına papaq qoyma. Mən səndən xahiş edirəm artıq dərəcədə. Çünki əgər bir deputatın partiyasının sədri təhqir olunursa, onun başına papaq qoymağa haqqı yoxdur. Düz eləyirsən, başına papaq qoyma ginən. Və Kəmaləddin Heydərov kimi insanlar Azərbaycan xalqını soyur, yiyir, dağıdır, parçalayır. 2 oğluna bir Azərbaycan xalqını qurban verdiniz siz. Kəmaləddin 2 oğluna 30 milyonluq orada sərmayəsi var. Sərmayə yatırılanda Səudiyyə Ərəbistanına qaçır, amma orada ekstradisiya olunanda da Azərbaycana qaçır. Sizin kimlərin əlindən. Buna görə mən sizə nə deməliyəm ki, heç bir şey. Birinci növbədə öz partiya rəhbərinin şərəfini, namusunu, qeyrətini qoruya bilmirsənsə, başına papaq qoyma Səyyad Ərən.
Onu bunu da o polisə, prokurorluğa, ora bura çağırtdırma yenə. Ayıb olsun. Bir millət vəkili kimi. Mən eşitdim ki, hansısa bir vəkili polisə çağırtdırmısınız. Nəyə çağırtdırırsan? Nəyə görə çağırtdırırsan? Düzünü deyən insanlar, nəyə düzgün fikir bildirən insanlar nəyə görə polislərdə çürüməlidir sənin əlindən? Heç kim qorxmur. Hələ bundan sonra görün sizin başınızdan oyun açılacaq da səyyadaranlar.